rejim nəyə görə bu müstəqilliyi gözdən salır? Nəyə görə qonşu dövlətlərdən dünyanın hər yerində ən böyük milli bayram kimi qeyd olunan öz müstəqillik günlərini keçirirlər? Amma bizdə bu görməzdən gəlinir elə bir. Formal olaraq o da xalqın təzyiqi ilə olmuşdu ki, bu günü qeyd eləmək. Və ölkədə yaşayan əhalinin böyük əksəriyyəti heç bilmir ki, bu gün necə gəldi, necə keçdi. Hansı ki, buna aylar öncə hazırlaşmaq lazımdır. Dövlət tərəfindən rəsmi qeyd olunmalıdır. Paradla bu qeyd olunmalıdır. Bütün ölkə əhalisi hiss eləməlidir. Bundan qürur duymalıdır ki, müstəqillik günüdür bu gün onun günü, azadlıq günüdür 28 may. Ona görə hörmətli İsa bəy, xahiş edilən bununla bağlı öz fikirlərinizi deyərdiniz. Çox sağ olun, salamlayıram Oqtay bəy, Əli bəy, sizləri salamlayıram, əziz dinləyicilərimizi salamlayıram və bir daha sizi müstəqillik gününüzlə təbrik edirəm. Əgər o müstəqillik hiss olunursa, əgər həqiqətən müstəqilliksə. Bilirsiniz, Əli bəy, mən istərdim, bax, qardaş Gürcüstandan başlayaq. Onlar necə qeyd edir və Azərbaycan müqayisə edək və araşdıraq. Görək, niyə Azərbaycan, niyə bu rejim çəkinir o müstəqillik günü qeyd etməkdən? Yəni, bilirsiniz ki, əziz həmvətənlər, Rusiya imperiyası dağılandan sonra 1918-ci ildə 26 mayda Noy Jordaniya hakimiyyəti Gürcüstanın müstəqilliyini elan edir. 1921-ci ildə fevral-mart ayında Gürcü bolşevikləri ilə 11-ci Qızıl Ordusu Azərbaycan ərazisindən daxil olur və Gürcüstanı işğal edirlər və beləliklə də 1921-ci ildə mart ayında Gürcüstan işğal olunur bolşeviklər tərəfindən. 1991-ci ildə 31 martda referendum keçirilir Gürcüstanda. Onda hakimiyyətdə prezident Gamsaxurdiya, Zviad Gamsaxurdiya idi. Və əhalinin 38% Gürcüstanın müstəqilliyinə səs verir. Və beləliklə də 9 aprel, bilirsiniz də 9 apreldə nə baş vermişdi 89-cu ildə? 20 yanvardan öncə. İndi yanvardan öncə 9 aprel 1991-ci ildə, yəni Aktu Nezavisimosti, yəni onun əsasında 18-ci ilin aktın əsasında Gürcüstanın müstəqilliyi bərpa olunur. Və 1991-ci ildə, əziz həmvətənlərim, bax, o vaxtdan Şvarnadzədə, Gamsaxurdiyadan sonra Şvarnadzə gəldi hakimiyyətə. Şvarnadzədən sonra Saakashvili gəldi, Margvelaşvili gəldi, hakimiyyətdə oldu. Salome Zurabishvili oldu, indi isə Kaveraşvilidir. İndi yeni təyin olunmuş o prezident. Hər il dövlət səviyyəsində ən böyük bayramlardan biri olaraq dövlət səviyyəsində qeyd olunur. Hər il də 26 mayda parad keçirilir. Gürcü xalqı öz müstəqilliyini hakimiyyəti ilə birlikdə, baxmayaraq ki, bəziləri bugün qeyd edir ki, yəni biz də bilirik ki, İvanişvilinin Rusiya ilə sıx bağlılıqları var, Rusiyadan asılıdır, Rusiya pərəst bir hakimiyyətdir. Amma bunların hamısına baxmayaraq, çəkinmədən onlar öz müstəqillik gününü qeyd edirlər. Nəyə görə? Ona görə ki, fərqi yoxdur, kim olur olsun, hakimiyyətdə Gürcü xalqının qarşısını almaq mümkün deyil. Gürcü xalqı azaddır və ona görə də öz bayramlarını bax belə səviyyədə, azadlıq bayramını, müstəqillik bayramını bax belə yüksək səviyyədə keçirir. Mən əgər imkan olsa, Əli bəy, orada kadrlar mən göstərmişəm, yəni bax bu son onların o paradı, tədbirləri, bayramın qeyd olunması, o illərdə eyni şəkildə yəni lap yüksək səviyyədə. Azərbaycanda bunlar niyə keçirilmir? Orada yadınızdadırsa, YouTube'da bir video yerləşdirilmişdi. İndi deyilənə görə deyəsən siliblər.
ya 91-ci ilin sonları idi, ya da 92-ci ilin əvvəlləri Əliyev Heydər cəbhəçilərin qarşısında çıxış edərək qeyd edir ki, yəni bunlar, Mütəllibova işarə verir, bunlar deyir Məmməd Əmin Azərbaycanın qurucusunu Məmməd Əmin Rəsulzadəyə qısqançılıq edirlər. Onun adını çəkmirlər. Ona heykəllər qoymurlar. Onun heç bir adı da heç yerdə yoxdur. Mən deyənə qeyd edirəm, 91-ci ya 92-ci ilin əvvəlləri idi. 95-ci ildə, əzizəm vətənlərim, aprelin sonları indiki kimi yadımdadır, mən o vaxtları Qərb bölgəsində nazir müavini idi. Parada hazırlıq gedirdi. Yəni, veteranlarla Heydər Əliyev görüş keçirirdi Bakıda. Və orada veteranlarla görüşdə qeyd edir ki, 3 il keçibdə cəmi cümü onun o çıxışından Məmməd Əmin Rəsulzadə haqqında və 95-ci il. Qeyd edir ki, sizlər qan tökəndə, vətəni qoruyanda, yaxınlarınızı itirəndə kimlərsə adını çəkmir. Kimlərsə orada Hitlerlə görüşürdü. Və 95-ci ildən, yadınızdadırsa yayda, 95-ci ildə. Yəni, Devlət Universitetində onun büstu var idi, Məmməd Əmin Rəsulzadə. Götürdülər və beləliklə Heydər Əliyev hakimiyyətə gəlib zəbt edəndən sonra Məmməd Əmin Rəsulzadənin adını tamamilə sildi. Və beləliklə də bir dəfə də olsun bu ailə Azərbaycanın müstəqilliyi gününü qeyd etmədi və qeyd etmə niyyətində də deyil, əzizəm vətənləri. Bu yaxınlarda axır, Ruslar axır indi gündəmə gətiriblər ki, Sovetlər qanunsuz dağılıbdır. Sovetlər qalır. Ona görə də Rusların razılığı olmadan Əliyev Azərbaycanın müstəqilliyini qeyd edə bilərmi? Vaxtilə atası, indi isə evladı. Yaxşı deyək ki, sən dəvət edirsən Pakistanın baş nazirini, üzr istəyirəm, Sayın Erdoğan'ı Bakıya dəvət et. Xalqın, devlətin müstəqilliyi günüdür. Xalqla birlikdə bu bayramı qeyd et, səhərsi gün get o yəni o aeroportu açılışına, Laçına. Və o açılış bu bayramdan daha vacibdirmi? Əziz həmvətənlərim, mən xalqıma özümü tuturam. Belə davranmaq olarmı? Bunlara bu qədər imkanlar vermək olmarmı ki, yəni bunlar bizi bax belə sürüsün, aşağılasın. Qardaş Gürcüstanda baxın da, əgər həqiqətən, yenə təkrar edirəm, əgər həqiqətən biz müstəqilliksə, əgər həqiqətən Rusiyanın bir əyaləti deyiliksə, biz niyə qeyd etməməliyik? Bunların bəhanəsi nədir? Deməli, biz müstəqil deyilik və ola da bilmərik. Bizim, indi bilirsiniz də, kəndlərdə, bizdə də qonşuluqda var idilər də, gətirib iti bağlayırdılar ki, oraya heç kəs yəni daxil olmasın və s. O itləri bağlayıbdı Putin Azərbaycanda. O vaxta qədər ki, onlar Azərbaycanda da Azərbaycan xalqın nə gələcəyi, nə günü olası deyil. Onlar ona görə bağlanıb Azərbaycana təyin edilibdir. Ona görə hakimiyyətə gətirilirlər ki, Azərbaycan xalqını belə təzyiq altında saxlasın, qorxu altında saxlasın, talan etsin. Necə ki, vaxtı ilə atası Azərbaycan xalqını talan edib Rusiyanı yedizdirirdi. İndi isə atasının o siyasətini davam edərək. Yenə təkrarladım, ayıb olsun bizə. O bəziləri var ki, döşlərinə döyürlər. Müstəqil Azərbaycan, hələ o Məmməd Əmin Rəsulzadə ucaldığı o bayrağı da asırlar. Bəs harada, nə oldu? Sorun da indi. Sorun bir sizin o prezident adlandırdığınızdan bir soruşun. Sən niyə qeyd etmirsən? Niyə bizim bu müstəqillik günümüz devlət səviyyəsində qeyd olunmur? Ona görə də mən dəfələrlə qeyd etmişəm, deyirəm və bunun üzərində dayanıram. Heç vaxt bunlar müstəqil olmayıbdır, müstəqil ola bilməzlər. Bunlar Rusların köləsidir. Bunlar Rusların nökəridir. Bunlar Ruslar tərəfindən Azərbaycana bağlanmış həmən o itləridir. Kim bu xalqı yox edib, talan edib, təcrid edib, didərgin salıbdır. Qorxu altında saxlayır.
ve bu da devam edecek. Ama bir halk olarak aziz həmvətənlərim, səsinizi bir uca aldın. Sözünüzü deyin, etirazınızı edin. Belə devam edebilmez. Hələlik bu qədər Əli bəy. Təşəkkür edirəm İsa bəy. Hörmətli Oktay bəy, İsa bəy öz fikirlərini dedi. Mən eyni sualı sizə də ünvanlayıram. Nəyə görə rejimin vaxtında, 32 il ərzində Azərbaycanda bircə dəfə də bizim qurucu babaların adına layiq, Cumhuriyyət adına layiq, azadlıq adına layiq bir dəfə bu milli bayram qeyd olunmuyor? Bunun səbəbi nədir? Nəyə görə rejim nə qurucu babalarımızın adını çəkir, nə bunlarla bağlı bir verilişlər hazırlayır, bunlara həsr olunmuş bir elmi konferans keçirilmir, bunların heykəlləri qoyulmur. Bu nə ilə bağlıdır? Bax, bununla bağlı istəyirəm ki, fikirlərinizi deyəsiniz. İndi rejissor verdi. Hökumətini Məmməd Əmin Rəsulzadəyə münasibətə görə də tənqid edir. Diqqətlə qulaq asın. Son dərəcə maraqlıdır. Azərbaycanda istiqlaliyyəti birinci qaldıran 18-ci ildə Məmməd Əmin Rəsulzadənin bir dənə orada şəkili yoxudur, bir dənə şüvarı yoxudur. Ancaq şüvarlar bir ondan ibarətdir ki, mütəlliq oku müdafiə eləmək lazımdır, mütəlliq okunda rəhli şəkilləri bütün orada mütəllərlər. İsa bəy, Oktay bəy, gördünüz də, yəni belə kadrlar var. Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə hələ Naxçıvanda olanda, Naxçıvan Milli Məclisinin sədri olanda Mütəllimovu tənqid edildi. Mütəllimovu tənqid edirdi ki, niyə Məhəmməd Əmin Rəsulzadə unudulur, niyə Cumhuriyyət yaddan çıxır? Yəni bizim 1991-ci il oktyabrın 18-də qəbul etdiyimiz konstitusiya aktı 18-20-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisidir. Ona əsasən biz Cumhuriyyəti elan elədik. Bu unudulur. Amma indi özü hakimiyyətə 4 iyun 1993-cü ildə silahlı dövlət çevrilişi ilə yiyələnəndən sonra o yaddan çıxdı. Artıq 16 iyunu milli qurtuluş kimi onu bayram hesab edirlər. Yapın bu bizim müstəqillik günündə 28 mayda rayon icra hakimiyyəti, dövlət idarələri müəyyən güya ki tədbirlər keçirildi. Həmin tədbirlərin əsas leitmotivi o idi ki, Cumhuriyyət düzdür 18-20-ci ildə elan olunub, amma yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra bizim əsl müstəqilliyimiz onda olub. Ondan sonra Respublika, Cumhuriyyət güclənib. Yəni bunlar hər şeyi öz adlarına çıxırlar və az qala Azərbaycan müstəqilliyinin memarı kimi Heydər Əliyev elan edirlər. Hansı ki, bizim münasibətimizdən asılı olmayaraq 1991-ci ildə Azərbaycanın konstitusiya aktı qəbul olunanda onda Mütəllibov hakimiyyətli idi. Mütəllibovun prezidentliyi dövründə bizim müstəqilliyimiz qəbul olunub. Bunu tarixi faktları inkar eləmək olmaz axı. Ona görə Oktay bəy, söz sizdə, buyurun. Nəyə görə bizim müstəqilliyimiz gözdən salınır? Nəyə görə Cumhuriyyət ideyaları təbliğ olunmur? Bununla bağlı fikirlərinizi deyin.